Quran-ı Kərimdən İsra surəsinin 70-ci ayəsi ilə başlayırıq. Allah Teala buyurur: "Və-laqad kərrəmnā bəni Adəm." Ya Peyğəmbər, insanlara söylə ki, biz Adəm övladını şərəfli etdik. Ən üstün varlıq olaraq xəlq etdik, şərəfli bir varlıq olaraq yaratdıq. Ən şərəfli varlıq insan olduğu üçün elə ən ali yaşayışa da insan layiqdir. İnsanın müstəqil və azad yaşaması, əmin-amanlıq içərisində yaşaması Allahdan insana bir lütfüdür. Əsl həqiqətdə müstəqillik deyəndə bir çoxlarının ilk fikrinə gələn bir bayrağın dalğalanmasıdırsa, əsl həqiqətdə bu deyil. Yəni o rəmzi mənada, simvolik olaraq o cür olmalıdır. Amma qəlbdə doğan bir azadlıq günəşidir müstəqillik. Onun təməli qəlbdən başlayır. İnsanın ruhunda, köksündə olmalıdır və nəticəsi də o istiqlalın baş verməsidir.